Nə baş verir? Mən hara düşmüşəm? Bax, özü də belə deyir, mən hara düşmüşəm? Yəni, bu nə deməkdir? Yəni, mən gedib necə qaynatama deyim ki, mən hara gedirəm, lazerə gedirəm, niyə gedirəm, açıqlama mı verməliyəm? Və bu artıq ciddi məsələ. Qaynatı aparmalıdır. Necə olur ki, bu xanım işləyir, savadlı xanımdır, işə gedəndə özü sərbəst gedir, gəlir, amma lazerə gedəndə, salona gedəndə mütləq qaynata mı aparmalıdır? Buna izahat mı verməli, niyə gedir? Yəni, burada biraz etik prinsiplər də pozulur. Yəni, ən azından qaynanaya deyilirsə bu, qaynana buna ehtiyac olmamalıdır ki, bu qədər açıqlamaya ehtiyac yox. Yəni, qaynatadan icazə almaq da, yəni, həqiqətən bir yerdə artıq nə qədər xanım o düşdüyü ailənin dəyərlərinə, bu havasına uyğunlaşmağa çalışsa da, bir müddətdən sonra artıq o yığılı bir partlama nöqtəsinə gəlir, çatır ki, və görəndə də ki, ər də aciz qalıb, ər də müdaxilə eləyə bilmir, ər də olgunlaşa bilməyib, yetişkin bir insan ola bilməyib. Ona görə deyirəm, evlilik yetişkinlik üzərində qurulur.